Salam, hər vaxtınız xeyir olsun. Hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, bilirsiniz ki, artıq 9-cu sinif buraxılış imtahanları zonalar üzrə tarixlərdən asılı olaraq sayılı günlər qalıb və mən bu videoda sizə 2024 və 2025-ci illərdə 9-cu siniflərə düşən, yəni buraxılış imtahanına düşən ətraflı yazılı sualların izahını verəcəm. Və izah keçməmişdən qabaq bir daha xatırladım ki, ekranda gördüyünüz kitabı 9-cu siniflər alıb istifadə edə bilərlər. Əksər kitab mağazalarında satışda var. Kitabımızda qısa şəkildə qeyd edim ki, 20 mövzu sınağı və 20 ümumi sınaq olmaqla 40 sınaq var. Gəlin keçək sualların izahlarına. Deməli, birinci biz başlayacağıq 2024-ün birinci zonasından ətraflı yazılı suallara. Yəni burada 22-ci sual ətraflı yazılı cavab tələb olunan tapşırıqlardır. Gəlin görək necə suallar düşüb, necə suallar gözlənilir. Deməli, sualda bizə deyir ki, ana ilə qızın yaşları cəmi 62. Tutaq ki, ananın yaşı x olsun, qızın yaşı olsun, ana qızı. Qızın yaşı olsun 32 çıx x. Daha doğrusu 62 çıx x. İndi mənə deyir ki, ananın 4 il əvvəlki yaşının qızın 6 il sonraki yaşından 3 dəfə çox olarsa, ananın 4 il əvvəlki yaşı olur x minus 4. Qızının 6 il sonraki yaşı olur, üstünə 6 gəlirəm. Olur 68 çıx x. 3 dəfə çox olarsa, ananın yaşı çoxdursa, ananın yaşını bölürəm qızın yaşına və adam mənə deyir ki, 3 dəfə çoxdur. Çarpaz vursam, deməli 3 vurulsun 68 çıx x bərabərdir x minus 4. Vuraq, açaq bunu. Deməli 3 dəfə 8-in 24, 2 yadda. 3 dəfə 6-nın 18, 2, 20. Çıx 3x bərabərdir x minus 4. 208 bərabərdir 4x. 208 bərabərdir 4x. X də bərabərdir 52. Mənə adam nə deyir? Ananın indiki yaşı budur. X elə tapdıq. Doğru cavabımız 52. Deməli 52 doğru cavabdır. Bunu bir dairəyə alaq. Bilinsin ki, cavabımız budur. Aha. Sonra 23-cü suala baxın. Bu qrafik funksiyalar və qrafiklər mövzusuna aid ağır bir sual əslində. Bunu yəni müxtəlif cür işləmək olar. Hərə bir cür işləyir. Yəni bu məsələnin məntiqi nədir? Elə bil ki, sən burada bu x oxuna görədir, bu y oxuna görədir. Yəni sən həm Akif üçün, yəni ətraflı yazmaq istəsən belə yaza bilərsən. Və Elnur üçün Akif üçün B 2100'dür. Xətti funksiya kimi düşünsən. Və Akifdə x-i 15-də kəsib, y 0-dır. Və biz y bərabərdir kx plus b-də yerinə yazıram. Yəni bu xətti funksiyanın ümumi halıdır bizdə. Kx plus b-də yerinə yazsam 0 bərabərdir 15k çıxılsın 2100 üstə gələk. 15k bərabərdir mənfi 2100. Buradan k-nı alıram ki, deməli 2100 bölünsün 15. Buradan k olur mənfi 140. Deməli birinci üçün ifadəm olacaq belə. Mənfi 140 x üstə gələk b-də 2100'dür. Aha. İndi Elnur üçün Elnurun y oxun kəsdiyi yer, yəni b-si 1800'dür. Və x-i kəsdiyi nöqtədə y 0'dır. Yenə kx plus b-də yerinə yazsam 0 bərabərdir 20k üstə gələk 1800. 20k bərabərdir mənfi 1800. K da bərabərdir mənfi 900. O zaman təlim olur y bərabərdir kx mənfi 900 x üstə gələk b. B-ni də tapmışdım mən 1800. İndi məsələnin şərtində bizə deyir ki,
neçənci günün sonunda, yəni x-in hansı qiymətində bunların qalan sualları bərabər olar. Yəni y-ləri bərabər olar. İndi gəlin bunların y-lərini bərabərləşdirək. -142 plus 2100 bərabərdir -900k 900x daha doğrusu. Özü bu 900 yox 90 olur. 90x 1820'ye bölürəm. 90x üstə gələr 1800. Onda nə olur? Onda olur deməli 2100 çıx 1800 bərabərdir 142 çıxılsın deməli 90x-ə. 11-dən 8-in 300 bərabərdir 50x-ə. Buradan da x bərabərdir olur 6. X bərabərdir olur 6. Deməli neçənci günün sonunda x-i 6 taxdım. 6-cı günün sonunda nə baş verəcək? Qalan suallar bərabər olacaq. Yəni doğru cavabımız olur 6. Bunu rəngləyək, bilinsin ki, doğru cavab 6-dır. Belə. Yenə də deyirəm, ola bilər daha qısa, daha yəni sən məntiqlə tapa bilərsən, amma ətraflı yazı tələb olunan tapşırıqdır deyə belə yazsan daha yaxşı olar. Növbəti suala baxaq. Perimetri 20 bucağı 60 dərəcə olan bərabər yanlı trapeziya. Gəlin bir dənə bərabər yanlı trapeziya götürək. Bərabər yanlı trapeziya iti bucağı 60 dərəcədir. Diagonal oturacaqlı 30 dərəcəli bucaq əmələ gətirir. İti bucaq 60-dır. Diagonal oturacaqlar 30 dərəcəli bucaq əmələ gətirir. Bura 60-dır. Bərabər yanlı olduğuna görə oturacaqlı bitişik bucaqlar bərabər olmalıdır. Bu da 60 olmalıdır. Onda bura 30 qalır. 30 60-dır. Təbii ki, buranın 90 olduğunu mən bilirəm. Aha. Trapeziyanın kiçik oturacağın uzunluğu. Çarpazlığa görə bura da 30'dur. Düzdürmü? Bura bir A desəm, avtomatik bərabər yanında bu da A'dır. Bu da A'dır. Burada bir hündürü yendirirəm mən. Bura olur 30. Gəlin kəsrlə işləməmək üçün bura 2A deyək. 30'un qabağında katet hipotenuzun yarısıdır. 60'ın da qabağında digərinin kökü 3 mislidir. Bura, indi bu 3 bucaqdan 90 30'da bura 60 qalır. 60'ın qabağında katet digər katetin kökü 3 mislidir. A kök 3'ün kök 3 misli. Bu da bərabərdir 3A. Perimetri 20'dir. Perimetr nədir? 3 dənə 2A var. 3 vur 2A, yəni 2A, 2A, 2A. 2A, 2A, 2A. Oturacaq da 4A. Bərabərdir 20. 2, 4, 6. 10A bərabərdir 20. A bərabərdir 2. Bizə nə deyir? Trapeziyanın kiçik oturacaq. Kiçik oturacaq buraydı da bizə 2A'dır. 2 vur 2 bərabərdir 4'ə. Yəni mən 2A dedim ki, kəsrindən işləməyim. Doğru cavab olur 4. Daha sonra 25-ci suala baxaq. Burada çox önəmli bir qayda var. Bura 12'dir. Bura 16'dırsa, avtomatik olaraq bura olur 12S, bura olur 16S. Yəni burada qayda var ki, tərəf hansı nisbətdə bölünürsə, sahədə həmin nisbətdə bölünür. AMB 12S demişdim. Bunu mən 60 verib. S bərabərdir 5'ə. ABC'nin ümumi sahəsi nə olur? S ABC də bərabərdir 12S 16S. 12S plus 16S. Bu da bərabərdir 28S. S'i də 5 tapmışam da mən. 28 vur 5. Bu da bərabərdir 140. Deməli, cavabımız nə olacaq? 140. 2024'ün birinci zonasının, yəni 17 not 2024 tarixində olan ətraflı suallarını dedik. İndi keçək növbəti zon, yəni 07.04.2024-cü ilə. Deməli bu 17.03 mart ayının 17'si. Orada yəqin bayrama düşüb yenə. 07.04.2024'ün deməli ətraflı yazılı tələb olunan tapşırıqlarına baxaq. Deməli, başlayaq yenə 22-ci sualdan. Deməli, şirkətin mühafizə işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı növbətə dayanır.
Tutaq ki, Namiqin növbədə dayandığı saat olsun X, Qurban olsun Y. Bizə deyir ki, Namiq hər saata 30 manat, Qurban isə hər saata 45 manat pul alır. Deməli, 2 saat durursa, Namiqin aldığı pul 32-dir. Bu, Qurbanın aldığı pul 45 manatdır, 45 Y-dir. Yəni, elə bil ki, 2 saat durur. Hər saat 30 manat alırsa, 32. Namiq də hər saata, Qurban isə hər saata 45 manat alsa, 45 Y bu məbləğdir. Ümumilikdə 14 saat növbədə dayanırlarsa, o zaman X üstəgələ Y bərabərdə 14-də. Və aldıqları ümumi pul, yəni 32 üstəgələk 45 Y bərabəri 510 manat. Əslində tənliklər sistemi siz də həll eləmək olardı bunu. Belə də həll eləmək olar. Yəni, problem deyil. Bizə deyir ki, Namiq gün ərzində neçə saat növbədə dayanır. Namiq X-i tapmaq üçün gəlin piramid cavabı almaq üçün biz Y-i yox edək. Bunun hər tərəfini 45-ə vurum. 45-ə vurmayaq. Niyə 45-ə vururuq ki? Hər tərəfin deməli 3-ə vurum. Deməli 3x üstəgələk 3y bərabərdir 42. Aşağının hər tərəfini 15-ə bölək. 2x plus 3y bərabərdir 515-ə bölən 34. Vəssalam. Tərəf-tərəfə çıxsam, yuxarıdan aşağını çıxıram. Y-lər gedir, x bərabərdir 43-dən 42-dən daha doğrusu çıxıram 34, 8. Deməli, bizə nə deyirdi? Deyir ki, Namiq gün ərzində neçə saat növbədə dayanır. Namiqin növbədə dayandığı saatın miqdarı x idi da bizdə. X də olacaq 8. Belə. Deməli, 22-də doğru cavab olacaq 8. Əgər səndən Qurbanı soruşsa, gətirib burada yerinə yazıb Y-i tapa bilərsən, yəni 6. 23 nömrəli tapışa bax. ABC paralleloqramının A bucağının tənböləni BC tərəfini gəlin paralleloqram çəkək. Deməli A, B, C, D. Deməli A bucağının tənböləni BC tərəfinə B təpəsindən başlayaraq 3-ün 2-yə nisbətdə bölür. 3x, 2x və tənböləndir. Tənböləndirsə bura bir alfa desək, bu da olacaq alfa. Çarpazlığa görə, çünki yuxarı aşağı paraleldə axı bu da olacaq alfa. Onda burada bərabər yanlı üçbucaq yarandığına görə 3x desə, bu da olacaq 3x. Və biz burada bir şey bilməliyik ki, paralleloqramın qarşı tərəfləri bərabərdir. O zaman 3x desə, bu da 3x-dir. Yuxarı 5x desə, aşağıda 5x-dir. AB 18-dir. 3x bərabərdir 18, x bərabərdir 6. X 6-dırsa, bura 18 tapmışdım mən. 5x burada 30. O zaman P bərabərdir 2 vurulsun eni plus uzunu. 18 plus 30 bərabərdir 2 vurulsun 48, bu da bərabərdir 196. Doğru cavab 196. Mən bunları rəngləyim, PDF-i paylaşanda siz orada cavabın nə olduğunu rahat görə biləsiniz. Deməli, gəlin baxaq 24 nömrəli sualın izahına. Bu sualda deməli deyir ABC'də düzbucaqlısı formasında olan çərçivənin perimetri 52 cm-dir. Çərçivənin hər tərəfinə 2 cm saxlamaqda şəkil üçün ayrılan hissənin sahəsi 84 kvadrat santimetr olarsa ABC'də çərçivəsinin sahəsini tapın. Gəlin baxaq. Bu sual məşhur sual idi. İndi xatırlayanlar bilir. Məşhurluğu hardadır onu da deyəcəm indi. Baxın. Gəlin buradan belə deyək də, bunları birləşdirək. Niyə birləşdirirəm indi deyəcəm. 2 cm saxlamaqla. Bizdə deyir ki, adam şərtdə. Bura olsun x, bura olsun y. Çərçivənin ayrılan hissənin sahəsi. Çərçivədən hər tərəfinə 2 cm saxlamaqla şəkil üçün ayrılan hissə budur da. Şəkil üçün ayrılan hissənin sahəsi bizdə nədir? 84. Yəni xy bərabərdir 84. Və
x istəsə, indi bunu da birləşdirsəm mən. Bunları da birləşdirək. 2-dirsə, bu da 2-dir, bu da 2-dir. Bu da 2-dir, bu da 2-dir. Bura y-dirsə, aşağıda y-dir. Və eyni zamanda burada 2-dir, burada 2-dir. X-dirsə, x, 2-dirsə, burada 2-dir. Bu da 2-dir, bu da 2-dir. ABCD'nin perimetri 2 vurulsun. Eni x üstə gələnsin 4. Üstə gələ uzunu bu y üstə gələk 4. Bərabərdir 52. Gəlin hələ ki 52 ilə irəliləyək. Niyə belə deyirəm görəcəksiniz. 2 vurulsun, deməli x üstə gələk, y üstə gələk 8 bərabərdir 52. Buradan x üstə gələk, y üstə gələk 8 bərabərdir 26. X üstə gələk, y də bərabərdir 18. Din bunu salanda Dövlət İmtahan Mərkəzi çox güman ki buna baxmayıb. Belə salıb və x üstə gələk, y 18, x, y 84. Və mənə şərtdə deyir ki, ABCD çərçivəsinin sahəsi. ABCD'nin eni buradır. 4 üstə gələk x. Sahə. Uzunu da 4 plus y. Adam bunu hesablayanda 16, 1 bunu vuraq. 16 üstə gələk 4y, üstə gələk 4x, üstə gələk xy. Və 16 üstə gələk 4'ü çıxarsam buradan y plus x, üstə gələk xy. Bu da bərabərdir. 16 üstə gələk 4 vurulsun. X plus y 18'dir. Üstə gələk xy də 84'dür. Deməli 16 üstə gələk 4 vur 18 üstə gələk 84. Buradan cavab alırıq 172. Əksər şagirdlər belə yazır və cavabı da 172 kimi qaralayıb. Bəzi şagirdlər daha diqqətcil şagirdlərdir və yaxud da başqa yolla eləyən şagird buradan x-i tapır, gətirir, burada yazır yerinə. Buradan x-i tapanda biz olur 18 minus y. Gətirək yazaq yerinə. Y vurulsun 18 minus y bərabərdir 84'ə. Və burada deməli 18y minus y-in kvadratı bərabərdir 84. Y kvadratı çıx 18y üstə gələk 84 bərabərdir. Gəl buradan diskriminantı tapaq. Diskriminant bərabərdir. Mənfi 18'in kvadratı 324 çıxılsın 4. Vur A, vur C. 4 vur 84. 336. Buradan alıram ki, D mənfidir. Deməli, elə bir uzunluq yoxdur ki, hasılı 84 olsun, cəmi 18 olsun. Yəni, bu sual bu cəhətdən ziddiyyət təşkil edirdi. Amma aşağıda yazdığım yolla, yəni əvəzləmə etmədən yazdığım yolla bu misal nədir? 172 cavabı alınır. Amma elə bir x-y qədər yoxdur ki, hasılı 84 eləsin, cəmi 18 eləsin. Yəni kök yoxdur, irrasional kök yaranır. Dövlət İmtahan Mərkəzi 9-cu sinif buraxılış kitabında bu sualın cavabı, yəni bu sualda bu 52'ni çevirib, dəyişib edib 56. Və kitabın özünə 9 buraxılış kitabı bunu edib 56. İndi biz 56 kimi hesablayaq. Bu olacaq 56. 56'ın 2'ye böləndə 28. 28'dən 8'in çıxanda qalacaq 20. Bax belə. Və gətirib yerinə qoyanda biz x plus y-in yerinə yazacağım 20. X plus y-in yerinə yazacağım 20. Və x y-in yerinə yazacağım. Nə yazacağım? 84'dən işim yoxdur. Bir ara bunu 20 edəcəm mən. Onda cavabım nə olacaq? Onda cavabım olacaq. Deməli, 80 üstə gələk 100 bərabərdir 180 mənim doğru cavabım edəcək. Yəni, məsələ ziddiyyətli bir məsələ idi. Bu problemli bir məsələ idi vaxtdan. Yəni, problemin hər tərəfini sizə mən belə deyək göstərdim ki, nə idi problem, niyə problemli idi və bunu da sizə göstərməyə çalışdım. Deməli, əgər orada cavab perimetri 52 yox 56 olsaydı, yəni belə bir cavab olardı. Və eyni zamanda belə ədədlər, bunu ödəyən x-y ədədlərimiz də var. Yəni hasılı 84 cəmi 20 olan ədədlərimiz var. X bərabərdir 14, y bərabərdir 6. Yəni ədədləri tapıb da
yerinə yazmaq olar. Təxminən bu 10 dəqiqə vaxtımız getdi buna. Belə, yəni məsələni mən sizə izah eləmək istəyirdim ki, yəni anlayın ki, niyə səhvdir, nə səhvdir, necə səhvdir. 25-ci suala bax. İki tərəfi 5, 7 olan üç bucağın deməli, bura 5, bura 7, bura x. Üçüncü tərəfi natural ədəd olarsa, üçbucaqlar içərisindən ardıcıl olaraq təsadüfən seçilən 2 üçbucaq. Deməli, gəlin üçbucaq bərabərsizliyini tətbiq edək bura. Üçbucaq bərabərsizliyindən nə alıram? X yerləşəcək bir iki tərəfin fərqi ilə cəminin arası. Siz bu 7 çıx 5, 7 plus 5-i də yaza bilərsiniz. X burada olacaq, deməli 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, belə. İndi mənə deyir ki, üçbucaqlar içərisindən ardıcıl olaraq təsadüfən seçilmiş 2 üçbucaq. Birinci halda 3, 6, 9. 9 dənə üçbucaq var. Birincinin bərabər yanlı olması. Bərabər yanlı olması üçün x ya 5 olmalıdır, ya 7 ki, buna bərabər olsun və buna bərabər olsun. Deməli, birinci halda bərabər yanlı olması üçün mən seçəcəm 9-da 2. Vurulsun. İkinci halda artıq birincini seçmişəm deyə ardıcıl olaraq deyir. 8 dənəsindən seçəcəm və 8 dənəsindən müxtəlif tərəfli deyirsə, mən burada 5 ilə 7-ni atıram. Qalır 7 dənə rəqəm. Daha doğrusu 7 dənə ədəd. Yəni x ya 3 ola bilər, ya 4 ola bilər, ya 6, ya 8, ya 9, ya 10, ya 11. Yəni 8-də 7. Bundan bu gedir. Burada qalır 4, 36-da 7 bizim doğru cavabımızdır. Belə yəni, maraqlı bir sual ilə əslində. Bu ildə bitdi. Yəni bu hansı idi bizdə? Deməli 07 nə olurdu? 2024. Ki artıq keçirik növbətinə. 21.04 2024. Gəlin bu ətraflı suallara baxaq. Deməli, birinci, əvvəlcə səbətdən 6 alma, sonra qalan alma sayını 3'də 1 qədər. Deməli, birinci 6 alma götürdüm. 6 alma götürdüm. Və tutaq ki, x qədər alma qaldı. X alma qaldı. Qalan almanın 3'də 1'ini götürmüşəm. Yəni 3'də 1 x-ini götürdüm. 3'də 1 x-ini götürdüm. 3'də 1 qədər və daha 6 alma götürdülər. Və nəticədə əvvəlki almanın yarısı qədər alma qaldı. Deməli, qalanı tapmaq üçün nə qədər götürmüşəm? Deməli, 6'sını götürmüşdüm, x qədər alma qaldı. Sonra 3'də 1 x-ini götürmüşəm, 3'də 2 x-i qaldı. Deməli, birinci qalan x-dir, sonra 3'də 2 x-i qalıb. Və daha 6 alma götürmüşəm. Ya da belə bir şey edə bilərik daha biz. Ümumi almaların sayından deməli 3'də 1 x-ini götürmüşəm, 3'də 2 x-i qalıbdır. Bu aydın məsələdir, qaldı. Və daha sonra adam mənə deyir ki, baxın, nəticədə səbətdə əvvəlki almanın yarısı qədər alma qaldı. Nə qədər götürmüşəm? Birinci 6 götürdüm. Üzərinə 3'də 1'ini götürdüm. Üzərinə yenə 6 alma götürdüm. Nəticədə əvvəlki alma bunların cəmidir. 6'sını götürmüşəm, x-i qalıbsa, ümumi əvvəlki alma x plus 6'dır. Və yarısı qədər alma qalıb. Yarısı qədər alma qalıbsa, deməli yarısını da götürmüşəm. Bu götürdüklərimin cəmidir. Əvvəlcə 6, sonra 3'də 1 x-ini götürdüm, daha sonra yenə 6'sını götürdüm. Əvvəlki yarısı qədər alma qaldısa, deməli yarısı qalıbsa, yarısını da götürmüşəm da, və s. Bunu həll edəcəm mən. 6'ya vurum 36, üstə gələ 2x plus
36 bərabərdir 3x üstəgələk 18. 36 72 çıx 18 bərabərdir x-ə. Buradan da x bərabərdir 54. X 54. 54 alma qalıb 6-sını da götürmüşəm. Əvvəlcə nə qədər alma var idi? 54 plus 6 bu da bərabərdir 60. 23 nömrəli tapşırığa baxaq. Bura bir h yazsam. ABC-ni tapın. Düz bucaq təpəsinə hündürlük çəkilərsə h kvadrat bərabərdir. M-in düsturumuz doğru idi bizdə. 16. Buradan h bərabərdir 4. S də bərabərdir. Tərəf 10. Bu tərəfə çəkilən hündürlük 4 yarısı. Bu da bərabərdir 20. İndi sən bunu ətraflıdır deyə necə yaza bilərsən? Oxşarlıqla yaza bilərsən. Məsələn, bura bir alfa deyərsən. Bura bir 90'dır, beta deyə bilərsən. Bura olacaq alfa, bura olacaq beta. Yəni, oxşarlıq tətbiq edib o düsturun isbatı ilə yaza bilərsən və yaxud da sözlə yaza bilərsən ki, düz bucaq təpəsindən çəkilən hündürlüyün kvadratı bölündüyü hissələrin hasilinə bərabərdir. Sonra 24 nömrəli suala baxaq. İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla 15 günə bitirir. Tutaq ki, bu hər gün 2 səhifə oxuyur. 15 günə bitirirsə, deməli 15 gündə bu 15x qədər oxuyacaq. Hər gün nəzərdə tutulduğunun 3 səhifə çox oxuyur. Yəni, hər gün x plus 3 səhifə oxuyur və 10 günə bitirir. 10 vur x plus 3. Təbii ki, sən kitabların sayın, səhifə sayı bərabərdir da. Sən kitabı hər gün x qədər oxuyub 15 günə bitirdin. Hər gün 3 səhifə artıq oxudun, 10 günə bitirdin. Bu kitabların sayın heç bir dəyişiklik baş vermir. Bu 15x və 10 vurulsun x plus 3 ümumi kitabların sayıdır. Daha doğrusu ümumi kitabdakı səhifələrin sayıdır. 15x bərabərdir 10x üstəgələk 30. 5x bərabərdir 30, x bərabərdir 6. Kitabda neçə səhifə var? 6-nı burada da yerinə qoya bilərsən. Burada da. Onsuz ki, sənə eyni cavab verəcək. 15 vur 6 bərabərdir 90. 24 doğru cavab 90. 25 nömrəli tapşırığa baxaq. Çevrənin ən uzaq iki nöqtəsinin koordinatları 3, -2 və -5, 4-dür. Çevrənin ən uzaq koordinatları onun diametrin ucularıdır. Yəni, bura olur 3, -2. Burada olur B, -5, 4. Mən mərkəzin koordinatlarını tapa bilərəm. Mərkəz orta nöqtədir təbii ki, diametrin mərkəzi. Yəni, çevrənin mərkəzi diametrin ortasıdır. Orta nöqtənin koordinatlarını tapmaq üçün 3 üstəgələk -5 bölünsün 2, -1 və -2 üstəgələk 4 bölünsün 2. Bu da bərabərdir 1-ə. Deməli, mərkəzimin koordinatları x-i -1, y-i 1. Və mərkəzin koordinatlarını tapdın, bir dənə radiusu tapmaq qalır. AB diametrini tap və yaxud da BO-nu Pifagor nədir? Bir dəfəlik tapıb yaza bilərik. BO radiusdur bizdə. -5 çıx -1-in kvadratı üstəgələk 4 minus 1-in kvadratı. -5-dən -1 çıxanda eləyir -4 kvadrat 16 üstəgələk 4-dən 1 3 kvadrat 9. Kök altında 25, bu da bərabərdir 5-ə. O zaman mərkəzin koordinatlarına görə olacaq x üstəgələk 1-in kvadratı plus y çıx 1-in kvadratı bərabərdir 5-in kvadratı, yəni 25. Gəlin belə edək də, biz çevrənin tənliyini xatırlayaq. X çıx a-nın kvadratı üstəgələk y minus b-nin kvadratı bərabərdir r kvadratı. Burada a və b m mərkəzdir. A ilə b mənim mərkəzimin koordinatlarıdır. Deməli, cavabımız oldu bu. X üstəgələk 1-in kvadratı, y çıx 1-in kvadratı bərabərdir 25. Burada bizim cavabımız nə olmuşdu? 90 olmuşdu. Burada bizim cavabımız 20 olmuşdu. Burada bizim cavabımız 60 olmuşdu. Burada bizim cavabımız 36/7 olmuşdu. Mən bunu PDF-in paylaşanda rahat görə biləsiniz deyə bu cavabları rəngləyirəm ki, cavablar aydın şəkildə bizdə görünsün. Sonra, deməli, 25 bu da bitdi da bizdə. Deməli, hansı il idi bu? 21.04.2024 və
2024'te keçirilmiş, yəni məzun olmuş, məsələn, sən 10-san, 11-sən və ya məktəb bitirmisən, 9 illikdən imtahan verən şagirdlərin ətraflı yazı suallarına baxaq. Deməli, başlayaq yenə 22-ci sualdan. 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyünü verib bizə. Deməli, hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metr, digər mərtəbələrin hündürlüyü 3 metrə bərabərdir. Bu binanın hündürlükləri 8, 11, 14 şəklindədir və hündürlükləri cəmi 66 metrdir. Deməli, 3 müxtəlif bina. Elə bil ki, belə deyək. Bu gördüyünüz binadan 3 dənədir. Bunu demək istəyir bizə. Və hündürlüklər nisbəti 8, 11, 14-dür. Tutaq ki, bu 8x-dir, bu 11x-dir, bu 14x-dir. 14x-də bunu demək istəyir bizə. Və ümumi hündürlükləri 66-dır. 8x üstə gələk 11x üstə gələk 14x bərabərdir 66. Deməli 11, 14, 25 x də bərabərdir, deməli 33x bərabərdir 66, x də bərabərdir 2. Və belə, bunu istəyir, bunu deyir bizə. İndi adam mənə deyir ki, hündürlüyü ən böyük 14x-dir da. X 2-dirsə, gəlin bunu istəyir, biraz bu şəklimizi biraz səliqəli çəkək. Bu binanın şəklini burada bizə belə deyək də, dursun elə burada. Biraz fərqli çəkək. Deməli, bu bundan biraz uzundur. Belə. Və biri də 14x-dir. 14x-də olan hündürlüyü daha uzun çəkək bunu. Daha uzun çəkək. Bu da olsun. Deməli, bu 11x idi. Bu da olsun 14x. Aha. O zaman nə görəcəm burada? Mənə deyir ki, hündürlüyü ən böyük bina 14x-dir. Neçə mərtəbəlidir? X-ə 2 yazmışamsa mən, bunun hündürlüyü olacaq 28 metr. Yəni 11x-i buradan yazaq da biz. Buradan yox. Çünki hündürlükdə axı bu. Buradan yazaq. 14x-də buradan yazaq. Aha. 28 metrdir. Birinci mərtəbəsi özü mənə deyir ki, hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metrdir. Birinci mərtəbəsinin hündürlüyü 4 metrdirsə, bura olur 4 metr. Bir mərtəbə bu. 4 digər mərtəbə 3 metrdir. 4 metri çıxanda 28-dən qalır 24. Daha sonra növbəti mərtəbələrin hər birinin hündürlüyü 3 metrdirsə, o zaman ümumi hündürlük 24-dürsə, 24-ü bölürəm 3-ə olur 8. Deməli, növbəti mərtəbələrin hər biri 8-dirsə hündürlüyü, belə deyək, onda burada neçə dənə mərtəbə olur? 8 bu, biri də burada var idi axı, ümumi olacaq 9. Mənim cavabım olacaq, belə. Maraqlı sual idi. 23 nömrəli tapşırığa baxaq. Alfa və betdə qarşılıqlı bucaqlar. Biz bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Alfanın dərəcə ölçüsünü 10% azaldıram. Alfanın dərəcə ölçüsünü 10% azaldanda 10% azaltmaq, elə bir alfadan çıxırsan alfanın 10%-in. Bu da alfa çıxılsın 0.1 alfa bərabərdir 0.9 alfa. Ona görə 10% azaltmağında olur 0.9 alfa. B-ni 60% artıranda 100-ün üzərinə 60 gəlib 100-ə bölürsən. Yəni olur 1.6 beta. Yoxsa belə edə bilərsən, fərqi yoxdur. Qonşu bucaqlar alınır. Alınarsa qonşu bucaq bunların cəmi 180 olar. Alfanın yerinə beta yazsam 0.9 beta üstə gələk 1.6 beta bərabər 180. 2.5 beta bərabərdir 180. 180-i böləcəm 2.5-ə görək nə düşəcək. 180 böl 2.5 72. Beta da 72-dir. Təbii ki, alfa betaya bərabər olduğuna görə alfa da bizə 72-dir. Bunların da cəmi mənə verəcək 144. Doğru cavabdır. Sonra
24 nömrəli tapşırığa bax. Qutuda eyni formalı 16 ağ, 5 qara və x sayda qırmızı kürə var. Qutudan təsadüfən bir kürə çıxarırım. Qutuda olan kürələrin ümumi sayı 16 plus 5 plus x. Yəni 21 üstəgələ x ümumi kürələrin sayıdır. Təsadüfən bir kürə çıxarıramsa ümumi halların sayı olur 21 plus x. Çıxarılan kürənin qırmızı olma ehtimalı. Qırmızını qırmızının içindən seçməliyəm mən təbii ki. Neçə dənə qırmızı var? X dənə. X bərabərdir 3 böl 10. Çarpaz vuraq 10x bərabərdir 3 vurulsun 21 plus x. 10x bərabərdir 63 plus 3x. 7x bərabərdir 63, x də bərabərdir 9-a. Deməli, x olur 9. Mənə nə deyir? Qutuda neçə qırmızı kürəcik var? Elə doğru cavabımız olur 9. 25 nömrəli tapşırığa baxaq. Oxşarlıqdır da bu. Bu oxşarlıqdır. Deməli, oxşarlıq. O zaman nə edə bilərəm? Nə deyir mən? ABC düzbucaqlı üçbucağının YD AC-yə perpendikulyardır. BC 7,5 DY 3 AY 5 təbii ki, hipotenuz 5 katetin biri üstüzü o biri katet olmalıdır 4 bir mənalı olaraq. Aha. DC'nin uzunluğu. Bura bir x yazsam. Bura bir alfa desəm. Bura bir beta desəm. 90 alfa beta var. Düzdürmü? 90 alfa varsa üçüncü bucaq məcburdur ki beta olsun. O zaman bu üç bucaqlardan A, B, C oxşardır A, D, Y-yə. Aha. Ümumidə 90'ın qabağında 4 plus x-in beləcədə 90'ın qabağında 5'ə nisbəti. Ümumidə alfanın qabağında 7,5'in beləcədə alfanın qabağında 3'ə nisbəti. Aha. Bunu çarpaz vuraq. 3 vurulsun 4 üstə gəl x bərabərdir. 5 dəfə 5'in 25, 5 dəfə 7'in 35, 37. 4 üstə gələ x bərabərdir. Deməli 1, 4 1, 4 yox. 1, 2, 15'də 3, 5 dəfə 12, 10'da 5. X də bərabərdir 8, 10'da 5. Elə zaten mən x istəyirdim. DC'nin oxşarlıq. Sonra 25 bu da bitdi. Deməli, nə qaldı bizdə? Artıq növbəti etapda artıq biz gəlirik nəyə? 2025-ə 13 aprel. Yəni, növbəti 3-4 sualımız 2025-də düşən suallardır. Deməli, həmin suallarda baxaq bir dənə. Bunun ətraflı suallar hanı? Ətraflı suallar. Hə, deyə budur. Baxaq. Deməli, 22 yeşikdə birlikdə 50 kilogram qənd var. 2 yeşikdə. Birinci yeşikdə olsun x qədər, ikinci yeşikdə olsun y qədər. Hər gün birinci yeşikdən 3 kilogram, ikinci yeşikdən 2 kilogram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. X plus y bərabərdir 50'dir. 6 gün sonra bundan götürmüşəm 18 kilogram. 3 kilogram götürmüşəm. 6 gündən sonra 18. 2 kilogram götürmüşəmsə 6 gündən sonra bundan götürəcəm 12. Qalan x çıx 18 burada qalıb. Y minus 12 də burada qalıb. Bunlar bərabərdir deyir. Buradan x minus y bərabərdir 6'ya. Mənfi 18 atıram sağa. X üstə gəl y də bərabərdir 50'yə. Tərəf-tərəfə toplasam 2x bərabərdir 56. X də bərabərdir 28. Bizə nə deyirdi? Əvvəlcə birinci yeşikdə elə x-in sayını istəyirdi bizdən. Doğru cavab olacaq elə 28. Bizə deyirdi ki, əvvəlcə nə qədərdir? 28. 22-də doğru cavab 28. Çünki elə bizdən birinci yeşik. İkinci yeşikdə desə, aparıb yerinə qoyub y-i tapmaq olar. 23-cü sual məşhur şar sualıdır bu. Bizim məşhur şar sualımız var idi 2025'də. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. X qədər alırsa,
x qədər alır. Deyək ki, 12 qəpiyə alır, 15 qəpiyə satır. 13 x qədər şar alır. 1-in 12 qəpiyə alırsa ümumi olacaq 12x. 15 qəpiyə satır. Satış zamanı 5 şar partlayırsa, deməli bu satışı x minus 6 dənədən. Daha doğrusu x minus 5 dənəni satır. Çünki x dənə alır, 5-i partlayırsa x minus 5 dənə satacaq və 15 qəpiyə satacaq. Vur 15. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəliri var. Gəlir nədir? Satışdan əlində olan alışı çıxırsan və böyükdür 6 manatdan çox. Manatı qəpiyə çevirməliyəm, çünki burada qəpi ilə işləmişəm. Böyükdür 600. Görə bu belə düz verəcək bizə. 15 çıxılsın 75. Çıx 12 kez. Böyükdür 600. O buradan deməli 3x bərabərdir 603x, daha doğrusu böyükdür 675. X də böyükdür 225. Bizə deyir ki, ən azı neçə şar alıb satmışdır. Burada cavab 226 kimi görünür. Amma bəzi yoldaşlar bizə deyir ki, ən az neçə şar alıb satmışdır. Yəni alıb satmışdır deyəndə bu aldığı şar budur. Satdığı şar ama bu değil axı. Satdığı şar, yəni aldığı şar 226'dır. Burada 5'i partlayıbsa satdığı şar 221'dir. Yəni bizə deyir neçəsini alıb satmışdır. Yəni 226'sını alıb. Əgər gəlir 6 manatdan çoxdursa, amma 5'i partlayıb. İndi bu partlayanı da satır artıq o biraz problemdir bizə. Yəni doğru cavab 226 kimi qəbul olunubdur. Amma 221'də doğru cavabdır. Ola bilər yəni. Çünki deyir neçəsini alıb satmışdır. 226'sını alıbdır. 5'i partladığına görə artıq sən 221'i satış edirsən. Yəni biraz problemli sual idi bu vaxtda. 24'ə baxaq. Düz bucaqlı 3 bucağın katetlərindən biri digər 2 cm böyükdür. Bunu əzbər yadda da saxlaya bilərsiniz ki, bu 6, 8, 13 bucağıdır. Ətraflıdır deyə ətraflıya belə yaza bilərsiniz bunu. Deyir ki, katetlərin biri digərinə 2 cm böyük. Bura x, bura x plus 2. Hipotenuzdan isə 2 cm kiçikdir. Yəni bu hipotenuzdan 2 cm kiçikdirsə, onda hipotenuz 2 cm böyükdür. X plus 2-dən 2 cm böyük deyəndə belə yazıram. Bax belə. O zaman hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratları cəmi. İndi deyəcəksiniz ki, bəlkə bunlar 2 cm böyükdür. Uşaqlar, əgər bunlar x-dən, yəni bu hissədə 2 cm böyükdür, bu olacaq x plus 2. Onda katet və hipotenuz bir-birinə bərabər olur. Bu ola bilmədiyinə görə biz məcbur o biri katetdən 2 cm böyük olan götürürük. X plus 2'nin kvadratı plus x kvadratı. Buna açaq. X kvadratı plus 8x plus 16. X kvadratı üstə gələ 4x üstə gələ 4 plus x kvadratı. X kvadratları gedir. 8x sağ tərəfi yazdım. X 4x x kvadratı plus 4x üstə gələk 4. Çıx 8x çıx 16. Sol atdım sağa. X kvadratı çıx 4x. 4'dən 16 çıxanda 12 bərabərdir 0. Buradan bir kökün alacağım deməli 6. Bir kökün alacağım 2. Bunu biz toplayanda müsbət 4 eləyir. Mənfi 2 götürəcəm. Yəni x olacaq 6. Bura 6. Bura təbii ki onda 8 olur. Avtomatik bura olur 10. Hipotenuzumun uzunluğu olur 10. 25-ci suala baxaq. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BC qövsünün uzunluğu. BC qövsü yarım çevrədir. Tam çevrəmiz 2 piyerdir. Yarım çevrə olana görə piyer bərabərdir olacaq. Uzunluq 4 pidir. Belə. Pilər gedir burada. Radiusu alıram 4. Yəni bu radiusu da 4, 4. O zaman yarım çevrənin sahəsi mən pi r kvadratı böl 2 deyə bilərəm. Radiusu 4 tapmışamsa pi vurulsun 16 böl 2. Yəni 8 pi. Bizim yarım dairəmizdir. İndi keçirəm 3 bucağa. Bizə də buranı 6 verir. Bu da
təbii ki, hündürlükdür. Ya, BC mərkəzi O nöqtə yarım çevrənin diametridir. A nöqtəsindən 2 toxunan çəkilirsə, bu bərabər yanlıdır. Yəni, 2 toxunanlar bir-birinə bərabərdir. Yarı bölübsə, deməli, həm də hündürlükdür. SABC-nin də mən sahəsini tapa bilərəm. Tərəf 8, bu tərəfə çəkilən hündürlük 6, yarısı 12. 46, 48, 24. Deməli, ümumini tapanda təbii ki, ayrı-ayrı sahələrdir deyə ümumini tapanda toplayacağım. 8pi üstə gələ 24. O birisində cavab nə idi? 10. Qaralayaq. Burada qaralamışdıq. Aha. Deməli, doğru cavabımız o 8pi plus 24. Bu da belə. Növbəti hansı tarixdə olan imtahan gəlir? Deməli, növbəti gəlir, nə gəlir? 20 aprel buraxılış imtahanı. 20 aprel. Baxaq, həmin suallarda da bir dənə bunun ətraflı suallarına çevirək. Ətraflı suallarına çevirək. Deməli, bəli, 22-ci sual. Aha, bir ədədin 25%, bir ədədin 25%, bəli. Bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Bu olsun x, bir olsun y. X-in 25%, x vur 25 böl 100. Y-in 50%-nə bərabərdir. Y vur 50 böl 100. 100-ə vursam olur 25x bərabərdir 50 y-ə. Hər tərəfdən 25-ə bölsəm x bərabərdir 2y almış oluram. Və fərqi 60-dır. Mən böyükdən kiçik çıxmalı, böyük x-dir. Çünki buna nəzərən. X minus y bərabərdir 60. X-in yerinə 2y yazsam, 2y minus y bərabərdir 60. Y də bərabərdir 60-a. Aha. İndi mənə nə deyir? Ələtlərin deyir, cəmin tapın. Y-im 60-dırsa, gətirib yerinə qoysam, x-i rahat mən tapa bilirəm da, heç bir problem yoxdur. Y-in yerinə 60 yazsam, x bərabərdir 2 vur 60. Bu da bərabərdir 180. Doğru cavabımızdır. 120 eləyir. Deməli, ədədin biri 120, biri 60-dır. Bizdən cəmin istəyir. 120 üstə gələk 60, bərabəri 180. Doğru cavabımızdır. Aha, 22, 180. 23 nömrəyə tapşırığa baxaq. Elnur hər gün eyni miqdarda pulu xərcləyir. Elnur pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Deməli, 150 manat pulu, 150 manat pulu. Elnurun pulu neçə günə bitər? Bu 15 gündən sonra, baxın, bu 15 gündən sonra bu kəsişib. 15 gündən sonra xərclənən pulla qalan pul bir-birinə bərabər olub. Deməli, o zaman mən 150-ni bölməliyəm 2-yə. Olur 75. Deməli, bu 15 gündə 75 manat xərcləyib. Bir gündə xərclədiyini tapmaq üçün nə etməliyəm bir gündə? 15 gündə 75 manat xərcləyib, bir gündə 75-i böləcəm 15-ə. Bərabərdir nə olacaq? 5. Bir gündə 5 manat pul xərcləyibsə, 150 manat pulu neçə günə xərcləyəcək? 150 bölünsün 5. Bu da bərabərdir 30 günə. Bax belə. 30 günə. Doğru cavab 30. 23-də. Daha sonra 24 nömrəli tapşırığa baxaq. 24 nömrəli tapşırığı ya qayda ilə yaza bilərsən, ya ətraflı yazıya düşən bir sualdır deyə bu cür yazsan daha əlverişli olar. 100-dürsə uyğun bucaqlar yarandığına görə burada 100-dür. Bu 100-ün qonşusu nədir? 80-dir. Bura bir alfa bucağı desəm, 3 bucağın alfa, qonşu bucağı, alfa bucağı, ona qonşu olmayan 2 daxilin cəmidir. 130. Doğru cavab 130. Bunu qaralayaq. Və həmin tarixin sonuncu 25-ci sualı. Mənə görə səhv bir sualdır bu.
və səhv olduğunu da kimliyindən asılı olmayaraq göstərə bilərəm. Gəlin sizə də göstərim niyə səhvdir. Bizə şəkildə tərəfi ABCD kvadratdır və bu xətlərin heç birini mənə perpendikulyar demir. Müəllim, şəkildə görsənir. Biz riyaziyyat işləyən zaman biz şəkillə hərəkət eləmirik, şərtlə hərəkət edirik. Əgər bizə şərtdə desək ki, məsələn, tərəfi 8 olan və buranın hamısını 90 dərəcə qeyd etsə, desə şəklə əsasən yaz, onu da edə bilərsən. Bu 25-ci sual ətraflı, yəni yazılı tələb olunan sualdır və sualın belə nasaz olması qəbul olunmazdır bir mənalı olaraq. İndi biz bunu perpendikulyar götürüb baxacağıq. Sən birinci burada görməlisən ki, sən burada nəyi görməlisən? Diagonal tənbəlan olduğuna görə bura 45 dərəcədir, bu da 45-dir. Bu 90-dır, təbii ki, burada 45 qalır. Bu da 45-dir. Aha. Tərəf 8-dir. Bura bir A desən, bura olacaq 8 minus A. Avtomatik bu da 8 minus A'dır. Bura da A'dır. Bu A'dırsa bu da A'dır. Bu da A'dır. Çünki burada da bir kvadrat yaranıb bunların dediyinə görə. Aha. Və burada 8 minus A'dır. Və bu üçbucaqla və bu üçbucaq bir-birinə, S1 üçbucağı ilə S2 üçbucağı bir-birinə oxşardır. S1 oxşardır S2-yə. S1-in sahəsinin S2-nin sahəsinə olan nisbəti S1-in uyğun tərəfinin A-nın S2-nin uyğun tərəfinə, yəni 45-lərin qabağındakı tərəfinə 8 minus A-ya nisbəti. Sahə ortaya girdiyinə görə bunun kvadratı olur. S1-in sahəsi 1 bölü 9 bərabərdir A bölünsün 8 minus A. Mən 9-da 1-i 3-də 1-in də kvadratı yaza bilərəm. Və yaxud da hər tərəfdən ikinci dərəcəyə görə kök alsaq, olur 3-də 1 bərabərdir A bölünsün 8 minus A. Çarpaz vursam 8 minus A bərabərdir 3A. 4A bərabərdir 8A bərabərdir 2. S2-nin sahəsi A2-dirsə avtomatik olaraq bura olur 6. Bu da olur 6. S2 bizdə düzbucaqlı üçbucaqdır. Katetləri hasilin yarısı mənə verir 18-i. Deməli 25-də doğru cavab 18. Belə. Amma yenə də dediyim kimi sual tam olaraq dolğun deyil. Bu riyaziyyatdır. Yəni riyaziyyatı atıb tutub mən yazdım. Olmaz qəti şəkildə. Yəni riyaziyyatı həmişə biz belə deyək, riyazi üstündə, hər şeyin üstündə belə tam dəqiq belə deyək də şəffaf saxlamalıyıq. Təzə saxlamalıyıq. Ona görə yəni bu qəbul olunmaz bir şeydir. Riyaziyyat dəqiq, net, bitdi. Növbəti bu da bitdi 25-ci sual idi. Növbəti il, növbəti nə gəlir bizdə? Növbəti gəlir 27 aprel buraxılış imtahanı və burada da ətraflı suallar var. Gəlin indi bunlara baxaq. Növbəti il. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 2 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu işi nə qədər vaxtda yerinə yetirər. Birinci fəhlə, ikinci fəhlə. Deyir, birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez. Bu 2 saata yerinə yetirirsə, birinci fəhlə 12 saat tezdirsə, 2 çıx 12 olacaq. Çünki məsələn, birinci fəhlə 20 saata yerinə yetirirsə, o 12 saat tez yerinə yetirsə, 8 saat yerinə yetirəcək. Neynədən çıxdı? Aha, iki fəhlə birlikdə bunların 1 saatda gördüyü iş 1 bölünsün x minus 12 üstə gələk 1 bölünsün x və ikisi birlikdə 8 saat yerinə yetirirsə, 1 saatda işin 8-də 1-in görmüş olacaq. İndi gəlin bunu həll edək bu tənliyi. Buradan biz cavabımızı çıxaracağıq. Deməli, ortaq məxrəclə nə deyə bilərik? Ortaq məxrəc nədir buna? X vurulsun, x çıx 12. Yuxarıda olur deməli nə? Yuxarıda olur x üstə gələk, x minus 12 bərabəri 1 böl 8.
Çarpaz vursam x vur x minus 12 bərabərdir. 8 vurulsun 2x çıx 12. X kvadratı çıx 12x bərabərdir. 16x çıx 96. Aha. Buradan ne yazıram? X kvadratı minus 28x üstə gələk 96 bərabərdir 0-a. Yəni hamısını bir tərəfə attım. Buradan 2 dənə kök tapacağım. Biri olacaq 24, biri olacaq 4. Təbii ki 4 burada yerinə qoysam mənfi eləyir də. Doğru cavabım 24 olacaq. Ödəyən kök. Mənə deyir birinci fəhlə təklikdə bu işi neçə saata yerinə yetirər. Birinci fəhlənin yerinə yetirdiyi budur. X'in yerinə 24 qoysam 24 çıxılsın 12. 12 doğru cavabdır. Sonra 23 nömrəli tapşırığa baxaq. Düzbucaqlının bucaqlarından birinin tənbələni onun tərəfini yarı bölür. Bunun şəkli yoxdur ki. Yox. Düzbucaqlı bucaqlarından biri onun tənbələni onun tərəfini yarı bölür. Gəlin baxaq. Bu olsun bizdə düzbucaqlı. Aha. Düzbucaqlı. Düzbucaqlının bucaqlarından birinin tənbələni onun tərəfini yarı bölür. Bura 45. Bu da tənbələndir 45. Kiçik tərəf 4'dür. Bura 45'dir təbii ki. Bu 90'dır. Avtomatik bu da 4 olacaq. Bu da 4'dür zaten. Aha. Birinin tənbələni onun tərəfini yarı bölür. Sonra bu da 4'dür. Aşağıda 8'dir. Perimetrdə bərabərdir. 2 vurulsun 4 üstə gələk 8. Bu da bərabərdir 12 2 24. Biraz sanki tam dolğun sual deyil. Çünki birinin tənbələni digər tərəfini deyirsə, yəni burada biz ətraflı deyil, digər hallar dəstəsini araşdırmalıyıq bəlkə də, amma ehtiyacım yoxdur. 24 doğru cavabdır. Sənə şərtdən böyük desə, ən kiçik desə, hə, ya da perimetrin ala biləcək qiymətlər desə, bəlkə də araşdırmaq olardı. Burada sadəcə perimetri deyir deyə bitir məsələmiz. 24'e baxaq. Stolun üstündə dik duran qələmə ondan 150 cm uzaqlıqda fənər tutularsa. Yəni bura 150'dir. Buradan bura qədər. 150'dir. Qələmin arasındakı divarda 48 metr uzunluğunda kölgəsi əmələ gəlir. Qələmin arxasındakı divarda 48 cm uzunluğunda. Bu 48'dir buradan da. Qələmin hündürlüyü 30'dur. Qələm ilə kölgəsi arasındakı məsafə yox, bir dəqiqə. Qələmin stolun üstündəki dik duran qələmə ondan 150 cm uzaqlıqda fənər tutularsa, qələmin arxasındakı divarda 48 cm uzunluğunda kölgəsi yaranır. Burada 48. Qələmin hündürlüyü 30 olarsa, qələm ilə kölgəsi arasındakı məsafə buranı istəyir. Gəl bu düzbucaqlı üstbucağı çıxaraq çölə. Aha. Düzbucaqlı üstünün oxşarlığına gəlir. Sadəcə biraz təmtəraqlı verib bizə. Biraz təmtəraqlı verib bizə. Deməli, bura 150'dir. Bura 30'dur. Bura 48'dir. Bura da x-dir. Mən bura 90, 90. Bura bir alfa desəm. Bura bir beta desəm. 90 alfa beta. 90 alfası üçüncü bucaq məcburdur ki beta olsun. Alfanın qabağında 30'un. Alfanın qabağında 48'ə nisbəti. Beta'nın qabağında 150'nin. Beta'nın qabağında ümumi 150 plus x-ə nisbəti. Oxşarlıqdır da bu. Yəni bunu əslində o üç bucağı adlandırıb da demək olar. Tam ətraflı olsun deyə. Bundan bu ixtisar gedir 6'ya. Burada qalır 8, burada qalır 5. Çarpaz vursam 750 üstə gələk 5x bərabərdir. 8 və 5'in 44 yadda. 8 və 5'in 44 yadda. 8, 4 yadda 12. 5x bərabərdir. 0, 5, 4. Buradan da deməli x'i alıram. X'i alıram. 45'i 5'e böləndə 90. Doğru cavabımız 90. Bax belə bir
Maraqlı sual idi. Əslində maraqlı bir sual idi, amma biraz çətin də ola bilər hardasa. Sonra 25'e baxaq. 22 şagirdən ibarət sinifdə yalnız fransız dil fənnindən məqbul qiymət alanların sayı yalnız ingilis dil fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Həm rus, həm ingilis dilindən məqbul qiymət alanlar isə 7 nəfər olarsa yalnız riyaziyyat. Burada məqbul sözü biraz çoxluq təşkil edir. O adamın beynini qarışdırır, amma belə çox sadə bir sualdır. X, Y. A, bu olsun rus dili. Bu da olsun deməli İngilis dili. İngilis. 22 şagirdən ibarət sinifdə 7 nəfər hər ikisindən məqbul qiymət alıb. Və mənə deyir ki, yalnız rus dilindən məqbul qiymət alanların sayı yalnız ingilis dilindən 3 nəfər azdır. İngilis dilinə X desəm, rus dili bundan 3 nəfər azsa, bir olacaq X minus 3. Ümumi cəm X minus 3 plus 7 plus X bərabərdir 22. 2x üstə gələk 4 bərabərdir 22. 2x bərabərdir 18, x bərabərdir 9. X olur 9. Bizə nə deyir? Yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayı elə x idi da. Doğru cavabımız 9. Belə. Yalnız rus dili desə 9'a üçün çıxırsan 6. Bu da belə. Deməli bu hansı idi? Bu da 27 apreldə olan 3-cü zonadır da bu. 3-cü zona. Və ən son olaraq əvvəlki ilin məzunları, yəni keçən il 2025-də verən, ondan əvvəlki illərdə bitirən məzunların imtahanında olan ətraflı suallara gəlin baxaq. Deməli burada səbətdən eyni sualdır. Baxın, eyni sual düşüb. Səbətdən əvvəlcə 9 alma, sonra qalan almanı 3'də bölür, daha 7 alma götürdülər. Eyni sualdır. İlkin sayının yarısı qədər alma qaldı. Görsənmi? Ona görə əvvəlki illəri mütləq işləmək lazımdır. Bayaq buna aid işləmişdik. Səbətdən 9 alma götürüblər. 9 alma. Alma. X qədər alma qaldı. Deməli, ümumi miqdar olur x plus 9. Aha. X plus 9. İndi mənə şərtdə nə deyir? Daha sonra qalan almanın 3'də 1'i götürmüşəm. Qalan alma x idi. X'in 3'də 1'ini götürmüşəm. Götürdüm. Götür. Daha 7 alma götürmüşəm. Deməli, nə qədər götürmüşəm? 9 alma götürmüşəm. Üzərinə 3'də 1 x'ini götürmüşəm. Üzərinə daha 7 alma götürmüşəm. Əvvəlki alma, yəni x plus 9'un yarısı qədər qalıb. Yarısı qədər qalsa demək götürdüyüm də yarısıdır da, vəssalam. 6'ya vursam 54 plus 2x üstə gələk 42 bərabərdir x üstə gələk 9. Yox, 6'ya vursam 3x plus 18. 54 ilə 42 eləyir 96. Çıx 18 bərabərdir 3x çıx 2x. X də bərabərdir 8'dən 1'in 7'si. Deməli 3x üstə gəlir 27 olur. Çünki mən bunu 6'ya vuranda 6 ilə 2 xıça gedir. Burada qalır 3. 3'ü içəri vursam mən 3x üstə gəlir 27 olur. Bu da olur 27. Buradan da deməli x bərabərdir. 96'dan 27'sini çıxıram. Nə qalır? 9, 6, 69. 69 qalan idi. Götürdüyümdə 9 idi. Ümumi ilkin olan 69 ilə 9'un cəmidir. Bu da bərabərdir 78. Doğru cavab 78. Sonra 23'ə baxaq. Burada hər bir şey bizə verilibdir. Yəni burada biz belə deyək, P-ni və Q-ni yazacağıq. P bərabərdir. Demək bu P üçün. P üçün K 8'dir. 8 vuraq. Bunu da yerinə yazıram. A üstü. Deməli bu M-dir. 4. B üstü. N də budur. 6. Q bərabərdir. K vur olsun. İkinci üçün Q. 3.
A üstü M. M budur. Q üçün 5. B üstü N. N de budur. 7. Bunlar bir-birinə vursam P vur Q bərabərdir. 24 vurulsun. A üstündə 9. B üstündə 13. Yazın əmsal ilə dərəcəsinin cəmi. Əmsal 24'dür. Dərəcədə 22'dir. Bunların da cəmi bizə nə verir? 46. Belə. Sonra 24-cü suala baxaq. Çevrə xaricinə çəkilmiş dörtbucaqlının, bu olsun çevrə. Bu olsun çevrə xaricinə çəkilmiş bir dənə dörtbucaqlı. Aha. 3 ardıcıl tərəfin nisbəti uyğun olaraq 3, 4, 5, 3x, 3 ardıcıl tərəfdir. 4x, 5x. Aha. Bunun cəmi ixtiyarı dörtbucaqlının daxilinə çevrə çəkilərsə, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Bunun cəmi 8x-dirsə, bu da 8x olmalıdır. Ona bura 4x-dir. Perimetri 48-dirsə, 4, 4, 8, 8, 16x bərabərdir 48, x də bərabərdir 3-ə. Onun kiçik tərəfi x 3-dürsə, bura olur 9, bura olur 12, bura olur 12, bura olur 15. En kiçik tərəfi nə olur təbii ki? 9. 25-ci suala baxaq. Orta xətti KM olan ABC'de bərabər yanlı trapeziyasında KM 10'dur. BC 4'dür. Bura 4'dürsə, bu 4'dür. Orta xətti KM olan bərabər yanlı trapeziya. Aha. Buradan bir dənə də mən xət endirsəm, nə verər mənə? Bu da 4 olar, bu da 4 olar. KM 10'dursa ümumi, 10'da bura bərabər hissə qalmalıdır. 10'dan 4'ə çıxıb 2'yə böləcəm. 3, 3. Niyə bərabər hissə qalır? Onu da deyək də biz, yəni boşu-boşuna bərabər hissə demək. Niyə bərabər hissə qalır? Əslində biz bunu belə yazmayaq, gəlin. Biz bunu belə yazmayaq. Bizdən şərtdə nə istəyir? H'də x, bura x'dir, bu da x'dir. Düzdürmü? Niyə bərabər yanlıda hündürlüklər endirilərsə, burada qalanlar bir-birinə bərabər olmalıdır. X-dirsə, 2x deyək, fərqi yoxdur. Onda orta xətt yaranır. Niyə? Çünki KM orta xəttdir. Bu bir tərəfi yarı bölüb, oturacağa paralelsə bu məcburdur ki, digər tərəfi də yarı bölə. Orta xətt 2x demişəmsə, burada x-dir, 2x demişəmsə, burada x-dir. 4 üstə gələ x, üstə gələ x bərabərdir 10, 2x bərabərdir 6, x bərabərdir 3. Məndən h deyini istəyir, mən də h deyə 2x demişdim. 2 vur 3, 6. Doğru cavabdır. Belə. Bitdi. Burada da bitdi. Yəni 2025. Uğurlar arzulayıram hər birinizə. Videonu bəyənin, paylaşın, əziyyətə hörmət əlaməti olaraq. İnşallah növbəti izlahlarda görüşərik. Sağ olun, özünüzü qoruyun.